Dövlət vəsaitlərinin idarə edilməsindən 121 milyon manat gəlir əldə olunub. Maliyyə Nazirliyindən verilən məlumata görə ötən ilin 9 ay ərzində keçirilmiş depozit ərazçıları nəticəsində dövlət büdcəsindən 98,6 milyon manat məbləğində faiz gəlirinin ödənişi təmin edilib. Bundan başqa hesabat dövründə Mərkəzi Bankın vasitəçiliyi ilə xarici valyuta vəsaitlərinin başqa ölkələrdə likvid fonlara yerləşdirilməsi və idarə olunmasından 22,4 milyon manat ekvivalentində faiz gəlir əldə olunub. Xatırladaq ki, ötən ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitləri hərrac üsulu ilə depozitlərə yerləşdirilməyə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır. Biz neft hasilatının stabilləşdirilməsi üzərində işləyirik və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Ölkə başçısı deyib ki, bu iqtisadiyyata əlavə dinamika verərək böyüməsinə töhfə olacaq. Neft hasilatının stabilləşdirilməsi ilə planlar hökumətin proqnoz göstəricilərində də öz əksini tapıb. Stabilləşmə həqiqətən baş verməlidir və bunun da mənbəyi rolunda ən əsası sadəcə indiyənə qədər işlənmədə olan yataqların laylardan daha çox neft verilməsini həyata keçirtməklə yanaşı, bir nömrəli Qarabağ yatağının 2029-cu ildə istismara verilməsidir. Çünki bu yataq müstəqil Azərbaycanda ilk açılan neft yatağıdır. Çox təəssüflər olsun ki, indiyənə qədər onu işləmək mümkün olmamışdı. Ancaq ötən ilin ortalarında Böyük Britaniyanın neft nəhəngi BP şirkətinin bu layihəyə qoşulması və operatorluğu öz üzərinə götürülməsi ilə məhz 3 ildən sonra oradan ilkin neft hasilatının başlanması gözlənilir. Yaxın 5 il ərzində həmçinin yeni qaz yataqlarının istismara verilməsi hesabına qaz hasilatının artımı da nəzərdə tutulur. Bunun hesabına ixrac coğrafiyamız şaxələndiriləcək. Xatırladaq ki, 11-i müntəzəm əsasda olmaqla 14 ölkə Azərbaycandan mavi yanacaq alır. Prezident İlham Əliyev bu il daha 2 Avropa ölkəsinin qaz idxalçılarımızın sırasına qoşulacağını bildirib. Bu isə boru kəməri ixracı ilə bağlı ən böyük rəqəmdir. Təbii ki, Azərbaycan qazı Avropanın cənubunu, Şərqi Avropa ölkələrini və Balkan ölkələrini əhatə edir. Çünki mövcud infrastruktur və Avropanın içərisində yaradılan interkonnektorlar, yəni birləşdirici kəmərlər məhz effektiv, kommersiya baxımından effektiv şəkildə bu ölkələrə ixracını təmin edir. Və bununla da Azərbaycan həm regionda, həm yaxın ölkələrdə, həm də uzaq ölkələrdə onların enerji təhlükəsizliyində iştirak etməklə dünya enerji siyasətinin bir aktoruna, stabil təchizatçısına çevrilmiş olduğunu ortaya qoyur. Xatırladaq ki, ötən il Azərbaycanın qaz ixracının həcmi 25 milyard kubmetrdən çox olub. Bu aydan etibarən Trans-Adriatik boru kəməri qazın nəqli üzrə yeni saziş çərçivəsində əlavə uzun müddətli ötürücülük gücünü istifadəyə verir. Bu barədə TAP Edge konsorsiumundan bildirilib. Qeyd edək ki, Azərbaycan qazının TAP marşrutu üzrə Avropa ixracının başlamasından ötən 5 il ərzində 54 milyard kubmetrdən artıq qaz tədarük olunub. TAP Xəzər dənizində yerləşən Şahdəniz yatağından hasil olunan təbii qazın birbaşa Avropa bazarlarına nəqlini təmin edir. Ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılması hədəf kimi götürülmüşdür. Ancaq bu hədəfə nail olmaq üçün əslində Azərbaycan dövlətinin qoyduğu şərt ondan ibarətdir ki, bunun üçün bazarda tələbat olmalıdır. Və bu tələbata uyğun olaraq da hər il müəyyən prosedurları həyata keçirdikdən sonra ötürücülük qabiliyyətini, yəni əlavə həcmlərin ixracını Cənub qaz dəhlizi vasitəsilə həyata keçirmək mümkündür. Və məhz bu niyyət çərçivəsində Azərbaycan hökuməti Cənub qaz layihəsində ötürücülük qabiliyyətini 1,2 milyard 2026-cı ildən artıracaqdır və bunun 1 milyarddan biraz artıq həcmi nəzərdə tutulur İtaliya üçün və ilk dəfə olaraq 0,16 milyard kubmetrdə Albaniya üçün nəzərdə tutulur.
Bu aydan etibarən bütün növ pensiyalar indeksləşdirilərək artırılacaq. 9,2% artırılması nəzərdə tutulan pensiya 1 milyon 100 mindən çox vətəndaşa şamil ediləcək. Bu artım yaşa və əlilliyə ailə başçısını itirməyə görə pensiya alanları da əhatə edəcək. İndeksləşdirilmiş pensiya artımları fevral ayının pensiya ödənişləri ilə birgə veriləcək. Qeyd edək ki, bu ilki dövlət büdcəsində sosial istiqamətlərə 17,1 milyard manat ayrılması nəzərdə tutulur və büdcə xərclərinin 41%-i sosial yönümlüdür. Bu ildən etibarən pərakəndə, ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti 2 dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılıb. Bu deməkdir ki, sahibkar nağdsız ödənişlərin payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək. Bəs bu güzəştin sahibkarlar üçün hansı faydası var? Bu bazarda qiymət dəyişikliyinə hansı təsirləri göstərəcək? Cavab eşidək. Sahibkarlar üçün, ələxüsus da mikro və kiçik sahibkarlar üçün fəaliyyətinin inkişaf etdirilməsi və əlavə vergi yükündən azad olunması baxımından son dərəcə önəmlidir. Bunun qiymət endirimlərinə səbəb olacaqmı dedikdə, mən düşünmürəm ki, bu baş versin. Çünki qiyməti formalaşdıran 4-5 faktordan vergi yalnız biridir ki, və bu səbəbdən hazırki məqamda ƏDV limitinin qaldırılması qiymətin endirilməsinə səbəb olmasa da, amma qarşıdakı dönəmdə qiymət artımlarının yüksək dinamikasını azalda bilər. 2025-ci ilin 9 ayında TDT ölkələrində ümumi daxili məhsul artımı tempi təxminən 6% olub ki, bu da qlobal iqtisadi artımının təxminən 3%lik səviyyəsindən xeyli yüksəkdir. Türk Dünyası Araşdırmalar Mərkəzinin nəşrinə əsasən hesabat dövründə TDT ölkələrinin ümumi ücemi 1,79 trilyon dollara çataraq qlobal ücemin təxminən 2%-ni formalaşdırıb. Qırğızistanda ücem artımı təxminən 10, Özbəkistanda 7,2, Macaristanda 6,5, Qazaxıstan və Türkmənistanda isə təxminən 6,3% səviyyəsində qeydə alınıb. Türkiyədə iqtisadi artım 4% ətrafında formalaşıb. Azərbaycanda isə 1,3%lik iqtisadi artım təmin olunub. Hesabat dövründə təşkilat ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 milyard dollara çataraq qlobal ticarətin təxminən 3,6%-ni təşkil edib. Bu göstərici regionun qlobal ücemdəki payından yüksək olmaqla TDT iqtisadiyyatlarının xarici inteqrasiyasının dərinliyini əks etdirir. Bugün əmtəə bazarlarında qarışıq dinamika müşahidə olunur. Brent markalı neft $60 20 sentə, WTI $56 46 sentə, Azərbaycan nefti isə $65 73 sentə ticarət olunub. Təbii qaz alıcılara 3498, qızıl 4476, gümüş isə $79 39 sentə təklif olunub. Kriptovalyuta bazarının lideri Bitcoin'in qiyməti $93.000-dan aşağı düşüb. Son sutkada bir tam %27% ucuzlaşan Bitcoin $91.762 qərarlaşıb. Ethereum'da qiymət $3210, Binance Coin'də isə $909 olub.